Hər vaxtınız xeyir olsun. Bugün biz R4 Riyaziyyat 10-cu sinif 1-ci tur, yəni 18-i 1-ci ay 2026-cı ildə təşkil olunmuş 1-ci mərhələnin suallarının izahını verəcəyik. Zəhmət olmasa kanala abunə olub və videonu bəyənməyi unutmayın. Gəlin birinci sualdan başlayaq. Birinci sualı həll etmək üçün İlk növbədə daxildəki kök daxilindəki ifadəyə baxmaq lazımdır. Kök altında 17 çıxılsın. 4 kök 18-i yaza bilərəm. 2 vuraq 2. 2-ni kök 18-in daxilinə sala bilərəm. 2 kök altında 4 vur 18 eləyir 72. 72 9 dəqiq 8-in cəmi olduğundan bu ifadəni mən yaza bilərəm. Kök 9 çıxılsın kök 8. Yəni 3 çıxılsın 2 kök 2. Niyə görə? Çünki bu bir tam kvadratdan gələn bir ifadədir. Ümumilikdə qalır kök altında 3 üstə gəlir 2 kök 2 vurulsun 3 çıxaq 2 kök 2. Bunların hasildə kök altında verir. Kök altında 9 çıxılsın 8. Bu eləyir 1 və kök altında 1 elə bərabərdir 1 cavab A variantı. Baxırıq ikinci suala. Satıcı mağazadakı qələmlərin 10 dənəsinin 20% gəlirinə. Birinci gəliri hesablayıram. Yəni 10-un %20'sini tapacağım. Bu da eləyir 2 manat. Deməli bu 2 manat gəlir əldə edib. Mənim ümumilikdə X qələmim var idisə, onun təsəvvürün ki, onu getdi. Bu birincisi, ikincisi. Onu getdi. Və deyir ki, geri qalanları isə 40% gəlirlə satılarıq. X çox onun da %40'ını tapacağım. Bu da eləyir 0.4 X çıxaq 10 manat. Və deyir, bu iki satışın nəticəsində 32% gəlir əldə edilmişdir. Yəni X-in 0.32'si bunların iki gəlirlərin cəminə bərabərdir. 2 üstə gəl 0.4 X çıxaq 10. X vur 0.32 bərabərdir 2 üstə gəl 0.4x çıxaq 4. Əmələ gəlir ki, mənfi 0.8x bərabərdir mənfi 2'ye. X bərabərdir 2 vur 100 böl 8. Bu da eləyir 25 manat. Xeyr, üzr istəyirəm, 25 dənə qələm sayı. Cavab C variantıdır. İfadə verib cəm 0'a bərabərdir. Görürük kökdür və moduldur. Kök açanda bu y üstə gəl 2'nin kvadratıdır. Yəni kök altında moduldan çıxır. Üstə gəl 2x çıxaq 3y ifadəsi var. Cəm 0'a bərabərdir. Məlum məsələ modulsa hər biri 0'a bərabər olubdur. Y mənfi 2 imiş. Buradan 2x üstə gəl 6 0'a bərabərdir. X də bərabərdir mənfi 3'ə. Yox. Deyək 2x çıxaq 3y. Onda 2x bərabər imiş 3y-ə. Y mənfi 2'dir, mənfi 6. Bəli, x mənfi 3'dür. Mənfi 3 dəqiq mənfi 2 edir. Mənfi 5 cavab B variantı. 1417 üstə 58 ədədən təklik mərtəbəsindəki rəqəmləri müəyyən edək. Yəni 1417 üstə 58 dəngdir x mod 10'u hesablamalıyam. Mod 10'u hesaplamaq üçün bilirəm ki, burada son rəqəm 7'dir. 7 üstə 58 dəngdir x mod 10 və 10 ilə 7 qarşılıqlı sadə ədəd olduğundan fi 10'u hesablayıram. Fi 10 məndə bərabərdir 4'ə. 58'in 4'ə bölməsinə alınan qalıq 2'dir. Onda 7'in kvadratı dəngdir x mod 10. Buradan da əmələ gəlir ki, x dəngdir 9. Yəni cavab Y variantı. Son rəqəm belə çıxır ki, 9 imiş. Fx funksiyası verib. Başlayacaq bircə qiymətlər verməyə. Bir dəfə 1 verəcəm. Və 3'ə vuraq tabii ki. 3f1 bərabərdir 3f0 üstə gəl 2. Bir dəfə 2 qiymət verəcəm. 3f2 bərabərdir 3f1 üstə gəl 2. Bir dəfə 3 qiymət verəcəm. 3f3
bərabərdir 3f2 üstə gəl 2. Ta ki 8 qiymətini verənik. Yəni 3f8 bərabərdir 3f7 üstə gəl 2. Tərəf-tərəfə toplasam 3f1-lər gedəcək, 3f2-lər gedəcək, nəsə. Sonda qalacaq 3f8, 3f0, bir də 8 dənə 2. 3f8 bərabərdir 3f0 üstə gəl 16. f0 məndə 2-dir, 6, 22. f8 bərabərdir 22 bölək 3, yəni A variantı. 6-cı sualı biz RFO 11-ci sinifdə izah etmişdik. Amma gəlin yenə də izah edək. Tənliyi ödəyən bütün x ədədlərinin cəmini tapmağımızı istəyir. Yenə deyirəm, 11-ci sinif RFO suallarının izahına daxil olaraq yenidən görə bilərsiniz. Burada cavab D variantıdır, 5. Həllini oradan görə bilərsiniz. Vaxtı gedir, ona görə izah vermirəm. Sadələşdirin. Bilirik ki, kökün altındakı ifadə hər zaman 0-dan böyük olmalıdır. 5x çıxılsın 6 kök altında böyük bərabər olmalıdır 0-dan və kök altında 6 çıxılsın 5x də böyük bərabər olmalıdır 0-dan. Yəni 5x böyük bərabərdir 6-dan və 6 da böyük bərabərdir 5x. Yəni hal 5x-in 6-ya bərabər olduğu qiymətdir. Ona görə də kök altındakı ifadələrin hər biri 0-a çevrilir və 11 bölü 11 edir 1. Yeri gəlmişkən bu sual keçən ilki RFO suallarının biridir. Daha doğrusu keçən ilki. Keçən ilki rayon şəhər turunun suallarından biridir. 2 faktorial, çıxaq 1 faktorial, 4 faktorial, 3 faktorial, 6 faktorial, 5 faktorial. Belə qruplaşdıraq. 2 faktorialdan 1 faktorialın çıxanda edir 1 faktorial, üstə gəl. 4 faktorialdan 3 faktorial çıxardan nə edirəm? 3 faktorial çıxardıram, məsələn yazıram. 4 faktorial çıxaq 3 faktorial. 3 faktorial çıxardıram, qalır 4 çıx 1, bu da edir 3 faktorial var 3. Onda 6 faktorialdan 5 faktorial çıxanda qalacaq 5 faktorial vur 5. 7 faktorialdan artıq, daha doğrusu 8 faktorial 7 faktorial çıxanda qalacaq 7 faktorial vur 7. Bu ta gedəcək 99 faktorial çıxardacam. 99 faktorial vur 99. Və son rəqəmini istədiyindən denkdir x mod 10-u hesablamalıyam. Son rəqəm mod 10-a görə hesablanır. Görürəm ki 5 faktorialdan başlayaraq bütün hamısı 0-a çevrilir. Çünki 5 faktorialın içində 5 vur 2 vuruqları var. 7 faktorialın içində də eyni zamanda və 99 faktorialın içində də 5 vur 2 vuruqları var. Ona görə bütün hamısı 0-a çevrilir bunlar. Qalıq yəni 0-dır. Yerdə qalır 1 faktorial üstə gəl 3 faktorial vur 3. 1 üstə gəl 6 vur 3 18 denkdir. X mod 10. Görürük ki 19 edir. 19-un da son rəqəmi 9-dur. Cavab D variantıdır. 2 borudan birincisi boş hovuzu 8 saata doldurur, ikincisi isə dolu hovuzu 6 saata boşaldır. Deməli, hovuz boş olduqda hovuzu dolduran boru açılır. 4 saat su axıtdıqdan sonra hovuzun dibində olan boşaldan ikinci boru açılır. Buna görə hovuzun suyu neçə saata boşalır? Gəlin biz birinci baxaq görək. 4 saata nə qədər su dolub? 4-ün vururam 8-də birə, çünki 8 saata doldurur. Biz də qaydaya görə bilirik ki, zaman veriləndə tərs kəmiyyət asılılıqdır. Bu da eləyir 2-də 1. İkinci halda baxıram ki, ikinci boru açılanda bu ümumiyyətlə bu borular iş sürəti nə qədərdir? Yəni 8-də 1 moduldur. Çıxılsın 6-da 1 bərabərdir 1 bölü T. Buradan görürəm ki, T 24-də deyil. Çünki bunların ortaq məxrəcin isə də 24-dür. Al -2 24-dür. 4, 3, bəli. 3, 4 və görürəm ki, burada T 24 çıxır. Sonda da deyir bizə ki, buna görə hovuzun suyu neçə saata boşalır? Ona görə gəlin biz 24-ün 2-də 1-ini tapaq. Çünki biz 4 saata 2-də 1 qədər 4 saata bu qədər su boşalır. Yəni daha doğrusu dolur. Ona görə 24-ün 2-də 1-ini tapacağam. Bu da eləcə 12 cavab D variantı. 6 üstü x vur 10 natural ədədin müsbət bölənlərin sayı 40 olarsa 15 üstü x ədədin müsbət bölənlərin sayını tapın.
parçalıram. 3 üstü x vur 2 üstü x vur 5 vur 2. 2 üstü x 2-ni qruplaşdırıram. 3 üstü x vur 2 üstü x üstə gəl 1 vur 5. Natural bölənlərinin sayı 40-dır. Yəni qüvvətlərin 1 artı hasilləri. Yəni x üstə gəl 1, x üstə gəl 2. Vuraq 2. 40. 20. Görəm x üstü 3-dür də, elə deyilmi? Əgər x 3-dürsə, 15 üstü x ədədinin müsbət bölənlərin sayını tapın. Bu 3 üstü x vur 5 üstü x-dir. Yəni x üstə gəl 1-in kvadratıdır. Bu da eləyir 16. Yəni A variantı. 11-ci suala baxırıq. Tənliyin neçə fərqli həqiqi kökü var? Bu sualı 11-ci sinif ERFO YouTube'da paylaşdığım 11-ci sinif ERFO sualında eyni sualdır və orada izah etmişik. Burada cavab Y variantıdır. Orada baxa bilərsiniz. Gəlin baxaq. Deməli 12-ci sualın həllinə. A-nın B-yə nisbəti kök 3. Kök altının A çıx B çıxılsın, kök altının A üstə gəl B bölünsün, kök altının kök 3 çıx kök 2 bərabər x, x kvar neçədir? Yəni kvadrata yüksəldək. Kvadrata yüksəltsə, hər tərəf kvadrata yüksəlir. Sürət 1 kvadrata yüksəlir, məxrəc 1 kvadrata yüksəlir. Bildiyimiz kimi müxtəsər vurma düstur da sürət. A çıx B üstə gəl, A üstə gəl B çıxılsın 2 kök altında A kvadrat çıxaq B kvadrat. B'lər islah gedir. Qalır 2A çıxılsın 2 kök altında A kvadrat çıxaq B kvadratı bölünsün kök 3 çıxaq kök 2. Bu da bərabərdir x kvadrat. Deməli A bərabərdir B kök 3. A-nı yenə B kök 3 yazsaq əmələ gələcək 2 kök 3 B çıxılsın 2 kök altında 4 2B kvadratı bölünsün kök 3 çıxaq kök 2. Bu da bərabərdir. Gördüyümüz kimi B vur 2 kök 2-dir. 2B-ni mötərizə xaricini çıxartsam kök 3 çıx kök 2. Məxrəcdə də bizdə kök 3 çıxaq kök 2. Bunlar ixtisar gedir, qalır yeganə cavab 2B və o da B variantıdır. 13-cü sual. Tənliklər sisteminin neçə həqqi həlli vardır? 3x üstə gəl y-in yerinə 2x çıxaq y yazıram. 4 x çıx y-in kvadratı üstə gəl 2 x çıxaq y-in kvadratı bərabər 96. 6 x çıxaq y-in kvadratı bərabər 96. X çıxaq y buradan müsbət mənfi 4 kimi çıxacaqdır. Və x çıx y-in yerinə də mən və x çıx y-in kvadratını 16 yazsam əmələ gələcək 3x üstə gəl y-in. Bu birinci al. Bu ikinci ala baxırıq indi. 3x üstə gəl y-in kvadratı üstə gəl 16 vur 2 32 bərabərdir 96. Yəni bu eləyir 64. 3x üstə gəl y-də kvadrat 64 eləyir. 3x üstə gəl y məndə alacaq müsbət mənfi 8 qiymətini. Deməli bu tənliklər sistemini qruplaşdırsam x çıxaq y bərabərdir müsbət mənfi 4. 3x üstə gəl y bərabərdir müsbət mənfi 8-ə. Və bu tənliklər sistemini həll etsəm, cəmi x, y cütlərinin sayı olacaq 4 dənə. Çünki hər tənlikdən 2 kök var. Və 2 kök üstə gəl 2 kök eləyir 4 kök. Yəni cavab 4 dənə cütlük var imiş. 14-cü suala baxırıq. 4 üstü 8 üstə gəl 16 üstü 4 üstə gəl 64-ün kubu üstə gəl 218 üstə gəl 256-ın kvadrat bərabər A üstü vur 2 üstü B bərabərdən ödəyən müsbət tam AB ədədlər üçün A üstü B cəmi açılırkən hansı ola bilər? 2 üstü 16 2 üstü 16 2 üstü 18 2 üstü 18 üstə gəl 2 üstü 16 bərabərdir A vur 2 üstü B. Bu cəmimilikdə neçə eləyir? Bunu hesablamaq rahatdır. 2 üstü 18-i yazaram 2 üstü 16 vur 4 kimi. Və mümkün toplasam 8, 10, 11. 11 vur 2 üstü 16 bərabərdir A vur 2 üstü B. Çox uşaq görür, elə deyir ki, A 11-dir, B 16-dır. Amma cavabda 27 yoxdur. Çünki
A'nın 11, B'nin 16 olması bir haldır. İkinci, üçüncü, dördüncü, beşinci hallar da var və daha çox. İkinci hal, yəni bu birinci hal idi. A'nın 11, B'nin 16 qiyməti. İkinci hala baxırıq. Elə bil ki, biz artıq başlayacağıq B'dən A'ya transfer eləməyə. Hər dəfəsində 2-lərin sayını azaltmağa. Bu dəfə mən B'yə verirəm 15. O bir dənə yeganə bu 16-dan təkcə bir dənə 2 qaldı axı. Yəni 2 üstü 1 də, yəni 2 üstü 1 vur 2 üstü 15, 2 üstü 16 deyilmi? Yəni yeganə bir dənə 2 üstü 1 qalıb. Ona görə də A olur neçə? 11 vur 2, 22. 37 variantlarda yoxdur. Keçirəm 3-cü hala. B'yə verirəm 14. Onda belə A olacaq neçə? 11 vur 2 üstü 2, 4 eləyir 44. Variantlarda 58 yoxdur. Baxıram 4-cü hala. B'yə verirəm 13. A olur neçə? 2 üstü 3 vur 11 eləyir 88. Bəli. Variantlarda 101 var. Yəni bu bir hal olduğundan cavab B variantı. Digər hallarda yox deyə bilərsiniz. Sadəcə mənə birinci o çıxdığından elə 10 deyirəm. Baxaq 15-ə. ABC üçbucağında AD mediandır. A, B, C üçbucağında AD mediandır. D mediandır. Və məsafələr paralel bölünür və bərabər bölünür. AB 3 kök 2-dir. AC 3 kök 3 olarsa və BAD 60 dərəcədirsə, DAC 1 alfadır. Necə tapa bilərəm? Yəni görsənir ki, burada bir paralellik var. Və bu paralelliyi də biz belə quraq. Məsafələr bərabər olduğundan bura 60 dəgəl alfa düşəcək. Bura 60 dəgəl alfa düşəcək və bura mən bir Y nöqtəsi istəyirəm. Və bu 3 kök 2 bölü 2, 3 kök 2 bölü 2 kimi parçalanacaqdır. Orta xətt olduğundan bu olacaq 3 kök 3 bölü 2. Yəni kiçik bir məqam var burada. Baxın bu üçbucaqda. Deməli 60 dəgəl alfadırsa, bu da 60-dır. Belə çıxır ki, bura düşür alfa. Elə deyil? Bəli, elədir. Onda vəssalam. Üçbucaq A, Y, D-də sinuslar teoremi yazacağım. Bucaq 60 dərəcənin qarşısında 3 kök 3 bölü 2-dir. 3 kök 3 bölü 2 sinus 60 dərəcə bərabərdir. 3 kök 2 bölü 2 sinus alfanın da qarşısına budur. Sinus 60 kök 3 bölü 2-dir. Qalır 3 bərabərdir. 3 kök 2 bölü 2 vur 1 bölü sinus alfa. Əmələ gəlir ki, sinus alfa, buradan təyin eləsək, sinus alfa neçə çıxır? Kök 2 bölü 2 çıxır da. Yəni belə çıxır ki, alfa neçəymiş? 45 dərəcədə kök 2 bölü 2 alır. Cavab C variantıdır. Bax 16-cı suala. 16-cı sual FO 11-ci sinifdə izah olunub. Video daxil görə bilərsiniz. Amma cavab olaraqsa burada cavab kök 16-dır. Y variantı. 17-ci suala baxaq. Deyir ki, ABC üçbucağında CB'ye DAC-yə bərabərdir. Yəni bura alfadırsa, burada alfadır. CD 4, BD 3, C 2 olarsa A-ya bərabərdir. Sual, yəni X-dir. Alfa-alfadırsa eyni qövsə söykənən bucaqlardır. Onda belə çıxır ki, tutağım burada bir mən O nöqtəsi götürürəm ki, bu O nöqtəsinə B-dən keçən bir çevrə yaranır burada. Niyə görə? Çünki alfanın qarşısındakı ilə alfanın qarşısındakı eyni olmalı. Çünki eyni qövsü göstərir bu. Vəssalam. Bu toxunandır. Bu toxunandır. Bir dəqiqə üzrəm. Kəsən deyilmi bu? Kəsən, toxunan. Kəsən, toxunan. Və burada da belə bir xassə var ki, 2 vur, 2 üstəgəl çevrədə öyrənmişdik. Bərabər 4 vur, 4 üstəgəl 3. 2 vur, 2 üstəgəl x bərabərdir 4 vur 7.
2 üstəgəl x bərabərdir 14. X bərabərdir 12. Cavab Y variantı. 18-ci sual RFO 11-ci sinifdə izah olunub. Burada cavab Y variantıdır. 19-cu sualda RFO 11-ci sinifdə izah olunub. Cavab Y variantıdır. 20-ci sualda RFO 11-ci sinifdə izah olunub. Median üsulundan izah olunubdur. Cavab A variantıdır. Həll üsulunsa bunu göstərə bilərəm. A-dan BC-yə median endiririk. Bu 10/x-dir ümumilikdə. Yəni 5 məsafəsini bölüşdürür. Onda belə çıxır ki, burası x/5 imiş. Vəssalam. Bu üç bucaqda da görürəm ki, baxın bu üç bucaqdır. Bucaqlarla yazsaq. 90/alfa deyilmi bu bucaq, bu hissə? Bucaq D, A, C. Nə qədərdir? 90 çıxılsın alfa. 90 çıx alfadırsa, burası düşəcək 3 alfa. Onda burası düşəcək 90 çıxılsın 2 alfa. Düz bucaq təpəsində çəkilən median xassəsinə görə 5. Onda burası düşəcək 90 çıxılsın 2 alfa. Onda bura alfa olmalıdır ki, bu 90 çıx alfa eləsin də bucaq DAC. Alfa 3 alfa. Bu üç bucaqdan görürəm ki, alfa nədir? Burada tənbölən imiş. Vəssalam, tənbölən xassəsini tətbiq edirəm. 8/10/x bərabərdir 5/x/5. 8x/40 bərabərdir 50/5x. 90 bərabərdir 13x. X-ə bərabərmiş 90/13. Cavab A variantı. Təşəkkür edirəm ki, məni dinlədiniz. Mənim izahlarıma baxdınız. Sizə minnətdaram. Və sual səviyyəsinə görə gəlsək, bu ilki RFO sualları digər illərə nisbətən asandı idi. Və 25 sualdan 20 suala çevrildiyindən mütləq şəkildə deməli çətinlik artacaq. Yəni ballar artacaq. Reyting özdə əsas riyaziyyatda, çünki riyaziyyatda suallar asanlaşdırılıb. Ona görə də mübahisələrin sayı artacaqdır. Sizə minnətdaram, təşəkkür edirəm və çox güman ki, yarım finalda sual səviyyəsi çətinləşəcək. Çünki çox uşaq reytingdən keçmiş olacaq. Çox güman ki, bu il 70-80 eləyəcəklər 11-ci sinif RFO keçid balını. Təşəkkür edirəm, minnətdaram. Məni dinlədiyinizə görə sizə minnətdaram.